təmiz motal pendiri yeyiblər, ət də ki təmiz ət olub bunlarda. Yəni bunlar dondurulmuş ət yeməyiblər. O mənim öz atam yoxdur, o elə bilirəm mənim atamdır. Mən çox cavan itirmişəm atamı, ancaq o ata kimi ona baxıram. Kökümüzdə Mahmud Eyvazov bibinin əmsidir. Uzunömürlülər diyarı kimi tanınan Lerikdə insanlar illərlə sağlam həyat tərzi sürərək 100 yaşa adlayıblar. Bəs uzun ömür yaşamağın sirri nədir? Lerikdə yaşayan uzunömürlülərlə həmsöhbət olub, onların həyat tərzi ilə yaxından tanış olmuşuq. Səbəb var. Ha. Şükür Allaha, yaxşı ol nənəcan, yaxşı ol. Həmişə siz də yaxşı olasınız. Sağ ol. Ümumiyyətlə kökümüzdə Mahmud Eyvazov bibinin əmsidir. 150 il yaşayıb. Bibinin atası da Kərbəlayı olub, o da 100-ə yaxın yaşayıb. Bibi də bizim son davamçılarımızdır, yəni Uzunömürlər diyarının son davamçılarındandır. Dedim, bibi sən yaddan çıxardıbsansa biz yaddan çıxartmırıq. 1926-cı ilin yanvarın 1-də bibi sən dünyaya gəlibsən. Sənin sənədin... Şirin çayı yağla yeyirəm səhər-səhər, pendirinlə. Günürsə at yeyəm. Gecə qosıq-mosuqdan nə ala gələ yeyəndə. Hoşdan, ha. Mən qayıtdım, 2 də yaşlı kişinin Elfatolu bibi. Dedim, ay doktor, o məmlim atam xanımlar var, o asfaltda çıx-çıx yerirlər. İndi onu hər adam ala bilmir axı. Sağlam yerdir, yaxşı yerdir, yaylaqdır, dağdaşdır. Yaxşı xürəkləri yedik, bişirirdik, ətr səsi gəlirdi, iyi gəlirdi, ətri iyi gəlirdi. Öz əlimizə baxıyorduk, yaxşı-yaxşı. Öz zəhmətimizdən ələ gətirirdik, bişirirdik, qoyuyorduk, yedirirdik. Toğdan, cücədən, heyvandan, qoyundan, keçidən saxlayırdık, öz təmiz ət yeydik, təmiz toğ əti yeydik, təmiz yavanlıq yeydik. Necə işləyirdiniz? Səhər gedirdiniz? Necə? Səhər gedirdik kolxoz işinə, axşam gəlirdik, vur. İşin əlində. 9 dənə uşağım var. 20 dənə nəvəm var. 12 dənə nəticəm var. Allah saxlasın. Dedik. Nə məsləhət verə bilərsiniz gənclərə? Nə deyə bilərsiniz burada? Burada Allah onlara yaxşı günlər qismət eləsin. Allah onlara ziyarət qismət eləsin. Allah onlara xeyir işlərinə qismət eləsin. Əsəbləşməsinlər deyə nə məsləhət verirsiniz? Əsəbləşməsinlər. Pisdir. Adamı sinədən tez çıxardıq. Tez xəstələnir. Ha. Və əvvəllər nə var idi burada? Xəstələnəndə hara gedərdiniz? Hakim vardı. Belə mənim böyük oğlum hakim idi. Bayram Albola gəldi, işləsiz, biləsiz, kağızda həmi bir tanışdırmışdı, bu çoxdur. O da öldü, qaldı xarabad. Özü də 3 böyük hakimlər idi. 3'ü də ildə öldülər. Biri Xosmalyonda, biri Lerikdə Elxan, Əkrəm, Albola. Bir ildə öldülər, onlar sinədən çıxdılar. İndi həkim yoxdur? Yoxdur, indi hakim yoxdur. Amma onda hakim. Özünüz özünüzün necə həkimisiniz? Özünüz özünüzə necə baxırsınız? Necə həkimlik edirsiniz? Ağzınızdan nə gəlir, dərmandan. Gedib, yaxşı olarıq, belə falan, dərman yeyirik, hə. Otlardan yeyirsiniz? Hə, otlardan istifadə edirik. Təbiətin bəxş etdiyi zəngin nemətləri, füsunkar mənzərələri və saf havası ilə seçilən Lerik uzun ömürlər diyarı kimi tanınır. Rayonda belə bir deyim var.
100 yaşı keçməyənin günahı özündədir. Burada insanların uzun ömür sürməsinin əsas səbəbləri kimi təmiz ekoloji mühit, sakit həyat tərzi, təbii qidalanma, fiziki əmək, genetik amillər və insanlar arasındakı səmimi münasibətlər göstərilir. Rayonun Pirasora kənd sakini 100 yaşlı Bayramova Qızaman nənə də bu uzun ömürlü insanlardandır. Onun 9 evladı, 20 nəvəsi və 19 nəticəsi var. İrəli yaşına baxmayaraq Qızaman nənə yaddaşını qoruyub saxlayır, keçmiş həyatından maraqlı xatirələr danışır. Hazırda ona ailəsinin kiçik gəlini qayğı göstərir. Təmiz motal pendiri yeyiblər, ət də ki təmiz ət olub bunlarda. Yəni bunlar dondurulmuş ət yeməyiblər. Yəni sağlam yaşamaq üçün sağlam ömür tərzi lazımdır insana. Bunlar da o dövründə, yəni indi yaşayanlar ki var, 80-a, 90-a, 100-ə gəlib çatıblar. Allah onlara can sağlıq versin. Bunlar ancaq təbii Allahın bizə bəxş etdiyi qidalarla qidalanıblar. Və ona görə də bunlar bibi gəlib bu yaşa çıxıb. Onlar bax təvazökarlıq elədi, bibi qeyd eləmədi. O tərəni, nəlimnələri. Mütəxəssislərin sözlərinə görə uzun ömürlüyün əsas səbəblərindən biri sağlam və təbii qidalanmadır. Süd, qatıq, pendir, bal, tərəvəz və meyvə kimi təbii məhsullar onların gündəlik qida rasionunda xüsusi yer tutur. Fiziki əmək isə uzun ömürlü insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Lerikin Mandigah kəndində yaşayan 96 yaşlı Mirzəyev Mirzərzada rayonun uzun ömürlü sakinlərindəndir. O, 25 il əvvəl həyat yoldaşını itirsə də, hazırda ailəsinin qayğısı ilə yaşayır. 9 övladı, 30 nəvəsi və 50 nəticəsi olan Mirzərza kişi kənddə həm uzun ömürlüyü, həm də böyük nəsli ilə tanınır. Dünyaya gətirmişəm, uşaqları, nəvələri hamısı alı savadlıdır. Oğlu hərbiçidir, uşaqlarımız çox hərbisidir. Müəllimin oğlu özü də hərbisidir, nəvəsidir. Mirzərza dayı necəsiniz? Yaxşı olasan. Vəziyyəti necədir? Səhhəti necədir? Yaxşıdır. Yaxşı ol, yaxşı ol. Biz Lerik Uzun Ömürlər Muzeyi eşidibsiz? Lerik Uzun Ömürlər Muzeyinin əməkdaşlarıyıq. Sənin kimi uzun ömürləri orada məlumatların əks elətdiririk. Gələn qonaqlarımıza onlar haqqında, siz haqqında məlumatlar veririk. Allah sizə uzun ömür, can sağlığı versin. 100 yaşı gəlib adlayasınız. Ağay və Tərana Ağaqılı qızı Lerik rayonu Mondigə kəndində 35 ildir yaşayıram. Qaynanam 2008-də rəhmətə gedib. Qaynatamla bu evdə yaşayıram. 9 evladı var. 30 nəvəsi, 50 nəticəsi. İndi inşallah bu illərdə bir kötücəsi dünyaya gələr. Belə özü kənd məhsulları ilə həmişə onun üçün yemək, yadı hamı öz həyatımdandır. Cücəm var, heyvan saxlayıram. Yəni pendirim, şorumu, yağımı hamısı özüm tuturam. O kənd məhsullarından da istifadə elə. Bağ-bağça əkirəm, kartovum həyatımdan, pomidor, xiyar, hər şey əkirəm öz həyatımdan. Yəni o kənd məhsulları yeyir. Neçə illərdir yoldaşı rəhmətə gedib. Yəni evlənmədi, istəmədi. Dedi mənim uşaqlarım var, nəvələrim var. Mən sizlə yaşayıram. Yəni onun qulluğunda uşaq kimi tuturam. Yəni vaxtı-vaxtına yatmayın, durmayın. De onun saçını təmizləyirəm. Yəni saçı uzananda tez götürürəm, qırxıram, təmiz üzün. Yəni özü biraz yaşlı olduğuna görə gözlərindən biraz görmür. Özü prezident təqaüdçüsüdür, qaynatam. Sevə-sevə bu işi eləyirəm. Mən özüm Lənkərandan burada, elə bil bura gələndən, buranın havasını, buranın təbiətini sevdim. Nə bilim, bura elə bir öyrəşmişəm. Mən bu evdən başqa yerə ayrıla bilmirəm. Həm də heç yerə də getmirəm, o kişinin qulluğunu tuturam. Yaşlı kişidir, deyirəm. Hamı gənclərə də arzulayıram ki, valideynlərə gərək yaxşı baxasın. Valideyn həyatda əvəz olunmazdır. Ata, ana, o mənim öz atam yoxdur, o ona ata, elə bilirəm mənim atamdır. Mən çox cavan itirmişəm atamı, ancaq o ata kimi ona baxıram. Uzun ömürlərin həyat tərzi və tarixi Lerikdə fəaliyyət göstərən xüsusi muzeydə də qorunur. Dünyada yeganə Uzun Ömürlər Muzeyi məhz burada yerləşir. Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən Uzun Ömürlər Muzeyi də məhz bu ənənənin qorunması məqsədi ilə yaradılıb.
Dünyanın ən yaşlı insanlarından biri hesab olunan, 168 il yaşadığı bildirilən Şirəli Müslimovun adı da liriklə bağlıdır. Bir ay sonra kənd sakini Mahmud Eyvazovun 150 il, Cəngəmiran kənd sakini Qızıl Quliyevanın isə 134 il yaşadığı qeyd olunur. Uzun ömürlərin sayı azalsa da, lirikdə yüzilliklərin həyat tərzi bugün də gələcək nəsillər üçün sağlam yaşam nümunəsi olaraq qalır. Lerik rayon Üzün Ömürlər Muzeyi 1991-ci ildə Lerik rayon Tarix Diyarşünaslıq Muzeyinin filialı kimi fəaliyyətə başlayıb, daha sonra isə müstəqil muzey kimi fəaliyyət göstərib. 2010-cu ildən etibarən isə gördüyünüz bu müasir dizaynda deməli ərsəyə gələn binada ziyarətçilərini qarşılayır. Lerik rayon Üzün Ömürlər Muzeyində yaşı 100-ü ötmüş bir neçə şəxs haqqında xüsusi stendlər hazırlanmışdır. Onlardan deməli planetimizin ən yaşlı sakinlərindən sayılan Şirəli Müslimova, Mahmud Eyvazova, Məcid Ağayeva aid stendlər var gördüyünüz kimi. Və o cümlədən muzeydə yaşı 100-ü ötmüş 50-dən çox şəxs haqqında xüsusi materiallar sərgilənir, onlar haqqında məlumatlar verilir. Gələn ziyarətçilərə onların həyat fəaliyyəti, onların belə deyək, keçirdiyi ömür yolu və məişət qaydaları haqqında geniş məlumat verilir. Daha sonra isə Üzün Ömürlər Muzeyinin deməli hər il statistik hesabatları olur və biz qarşılıqlı müəyyən təşkilatlarla həmən məsələlər üzərində iş görürük. Hal-hazırda yaşı 90-dan yuxarı, 90 üzəri olan 100 nəfər üzün ömürlü sakinimiz var. Onlardan ikisinin 100 yaşı artıq var, birinin 98 yaşı var, ikisinin 97 yaşı var, ikisinin də 99 yaşı var. Onlarla da mütəmadi görüşlər keçirilir, onların vəziyyəti ilə yaxından tanış oluruq və onlar haqqında da məlumatları çalışdığımız qədər muzeydə yerləşdiririk və gələn ziyarətçilərə də bu haqda məlumat veririk. Müəyyən qədər azalma üzün ömürlərdə, yəni üzün ömürlərin sayında var. İndi müxtəlif səbəblər var, bəzi belə deyək, yəni qida səbəbləri ola bilər, ekoloji səbəblər var, havanın müəyyən qədər ətraf ərazilərdə, ətraf regionlarda, respublikalarda çirklənməsi, yəni bütün bunlar səbəb kimi göstərilə bilər. Üzün ömürlü insanların da belə deyək, yəni onların üzün ömürlü qalmağının səbəblərindən biri də birbaşa qida, onların birinci növbədə qidalanmasıdır. Ona görə ki, onlar təmiz dağ havası ilə nəfəs alırlar, bulaqların təmiz suyundan içirlər. Ondan sonra təmiz deməli ağartı məhsullarından öz ev məhsullarından belə deyək istifadə edirlər. Ona görə onlar o qədər təbii ki ömür sürüblər. Bir də ki, daimi hərəkətdə olmaları. Çünki bu gördüyünüz insanların əksəriyyəti fiziki əməklə məşğul olan adamlar olub, daimi hərəkətdə olan adamlar olub.